Xaricdə Təhsil Mərkəzinin direktoru Faiq Nəsrullayevin tövsiyələrinə diqqət edək. Əgər balın azdısa və ya xaricdə təhsil almaq istəyirsənsə, o zaman sənə çıxış yolu kimi müəyyən şirkətlərə üz tutmalı olduğunu, onların vasitəsilə universitetə qəbul olacağını deyirlər. Bu zaman gəncləri ən çox düşündürən hansı təhsil şirkətini seçməli və ya bu işimi kimə həvalə etməliyəm sualıdır. Təəssüf ki, günümüzdə tələbə adı qazanmaq arzusunda olanları yalan vədlərlə aldatan şirkətlər və ya şəxslər də az deyil. Bəs vətəndaşlar seçim edərkən nələrə diqqət etməlidir? Xaricdə Təhsil Mərkəzinin direktoru Faiq bəy deyir ki, əgər işlərinizi şirkətə həvalə etməyi düşünürsünüzsə, şirkətin bütün fəaliyyətini, həmin ölkə ilə əlaqələrini araşdırmaqda fayda var. Öncədən danışılmalıdır şirkətdən ki, mən bu universiteti seçmişəm, başqa universitet olmayacaq və ya təhsil haqqı dəyişməyəcək. Yəni, şirkət etibarlı şirkət. Onun təəssüflər olsun ki, mən deməzdim bütün şirkətlər, yəni əksər şirkətlər normal şəkildə fəaliyyət göstərir. Sadəcə olaraq bəzi şirkətlər səhlənkar yanaşırlarmı deyim, bəzi şirkətlər həqiqətən də fırıldaqçılıqlarla məşğuldurlar, yəni həqiqətən aldadırlar. Bunlar da var, yəni bunu danmaq olmaz. Amma səhlənkar şirkətlər də var, hansı ki, tələbə sayı çoxdur, qəbul həyata keçirdirlər, amma yadlarından çıxardırlar, onu hara, necə, sənədi götürürlər, ödənişi götürürlər, qoyurlar qırağa. Şirkət direktoru onu da əlavə etdi ki, vasitəçi şirkət müraciət edən şəxslə müqavilə bağlamalıdır. Bütün deyilən fikirlər sənəddə detalları ilə qeyd olunmalıdır.